Son çəkdiyim rəsm Yaşıl Gözlü Qız kitabına aiddir. Bu kitabın yazarı Reyhan Yusif qızıdır. Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ günüdür. Bu barədə qərar 1995-ci ildə UNESCO-nun baş konferansında qəbul edilib. 1996-cı ildə isə bu əlamətlər gün qeyd edilməyə başlayıb. Azərbaycanda ilk Kitab və Müəlliflik Hüququ günü 1997-ci ildə qeyd edilməyə başlayıb.